Onlar yeni mənzillərinə qaydanda gecədən xeyli keçmişdi. Satın almış avtomobil artıq yeraltı qarajda idi. 18-ci mərtəbəyə qalxıb körtəbəyi şəkildə eyni yataq otağına girdilər və ikisini də eyni vaxtda gülmək tutdu. Ətraflarında baş verən hadisələrə hələ tam inana bilmirdilər. Ona görə də bu nəhəng 2 mərtəbəli mənzildə instinktiv olaraq təklikdə qalmaq istəmirdilər. Özlərini necə ağılsız apardıqlarını başa düşərək ayrı-ayrı yataq otaqlarına keçdilər. Renat soyunub öz otağı ilə bitişik olan hamamxanaya girdi. Güzgüdə özünə baxdı. Bir neçə saat əvvəl klubda baş verənlərə görə özündən utanırdı. Demək onlar belə yaşayırlar. Güzgüdəki əksinə baxıb pıçıldadı. Vannaya girdi və uzun müddət suyu aça bilmədi. Burada sudan istifadə etmək üçün anlaşılmaz bir sistem qurulmuşdu və vannanın yanında yerləşən pultla idarə olunurdu. Əvvəl səhvən soyuq suyu açdı, diskinib çığırdı. Yuyunandan sonra çılpaq halda yatağa tərəf getdi. Örtüyü qaldırıb 2 nəfərlik geniş çarpayda yerini rahatladı. O narahat yatmışdı. Tez-tez oyanırdı. Üşüyürdü, amma qızdırıcı sistemi işə salmağın qaydasını bilmirdi. Ona görə də yorğanı başına çəkmişdi. Renat səhər tezdən yuxudan oyandı və harada olduğunu anlamadı. Çaşqın halda otağa üstündə yatdığı çarpayıya göz gəzdirdi. Sonra hər şeyi xatırlayıb yerindən qalxdı. Aşağı düşüb mətbəxə keçdi. Soyuducunu açdı, boş idi. Qapısını örtüb gülümsədi. Oksana düz deyirdi. Yemək barədə də əvvəlcədən fikirləşmək, heç olmasa çörək almaq lazım idi. Soyuducusunda yenə də heç nə yox idi. Evdə nə yağ vardı, nə peçeniya, nə pendir, nə çörək, nə də çay. Renat yataq otağına qayıtdı. Geyinib aşağı düşmək, təzə çörək almaq lazımdır, deyə fikirləşdi və birdən gülümsədi. Artıq çörək üçün qaçmaq, səhər yeməyinə lazım olan ərzaqlar barəsində düşünmək lazım deyil. Bircə zənglə lazım olan hər şeyi aldırmaq mümkündür. Ya da bütün bu işlərlə məşğul olan birini tapmaq olar. Yəqin ki, Dima hələ yatır, Renat fikirləşdi. Görəsən səhər yeməyi gətizdirmək üçün hara zəng etmək lazımdır. O, yenidən aşağı düşüb, özü üçün mineral su götürdü. Belə bir mənzildə acından ölmək ağılsızlıq idi. Üstəlik, çantanın içində hələ xeyli pul qalırdı. Bəs hara getmək olar? Bəlkə zəng etmək yaxşıdır. Renat bu fikirlərdəykən Dimanın ayaq səsləri eşidildi. Onun əynində mavi rəngli xalat vardı. Yəqin ki, vanna otağından götürmüşdü. Sabahın xeyir. Dima keçib onun çarpayısında oturdu. Başım ağrıyır, deyə şikayətləndi. Axı sən dünən heç nə içməmişdin. Renat təəccübləndi. Elə ona görə də ağrıyır. Dima üzünü düşürdü. Bu nəhəng sərdəbədə özümü ölü kimi hiss edirdim. Soyuq, boş. Elə bir sükut vardı ki, sanki sən tamam təksən və 1000 kilometr məsafədə də heç bir kimsə yoxdur. Bu mağarada qalmaq mənim xoşuma gəlmir. Mənim də. Renat etiraf etdi. Bu xalatı niyə əyninə geyinmirsən? Vanna otağından asılmışdı. Apar götürdüyün yerdən as. Bəlkə öylən ev sahibəsinin xalatıdır. Sən sonra əyninə keçirmirsən. Axı o lap təzədir. Burada hər şey təzədir, Renat etiraz etdi. Bilirsən nə fikirləşirəm? Vəkil əvvəl-axır zəng edib deyəcək ki, səhv ediblər və mənim heç bir yoxa çıxan dayım olmayıb. Onda fürsətdən istifadə etmək lazımdır. Dima qərarı aldı. Gedib qəlyanaltı edək. Elə bu vaxt telefon zəng çaldı. Onlar ətrafa baxdılar. Heç yerdə telefon aparatı yox idi. Çarpayının yanındakı lövhədə telefon şəkli çəkilmişdi. Renat oradakı düyməni bastı və Tamaranın bütün mənzildə guruldayan səsi eşidildi. Sabahınız xeyir, cənab Şəripov. Siz artıq səhər yeməyini yemisiniz. Mən uşaqlarla birlikdə arxanızda gəlmişəm.
Hansı uşaqlar? Renat başa düşmədi. Bu sözləri astadan demişdi, amma Tamara onu eşidirdi. Yəqin ki, haradasa mikrofon quraşdırılmışdı. Eşitdi. Sizin yeni müəssisələriniz, onları Yosif Barsoç göndərib. Biz sizi aşağıda binanın qarşısında gözləyirik. Onların maşını var, bizi apara bilərlər. Ehtiyac yoxdur, Renat gülümsədi. O, başa düşə bilmirdi ki, səs hardan gəlir. Və necə olur ki, Tamara onu eşidir. Mən dünən axşam özümə avtomobil almışam. Qarajdadır, uşaqlar bizimlə gedə bilər. Hansı avtomobil? Siz nədən danışırsınız? Mənim maşınımdan. Audi 8, A8. Siz maşın almışsınız? Nə vaxt? Dünən axşam. Avtosalona getdik və aldıq. O, Dima'yı gözürdü. Deyəsən vəziyyətə uyğunlaşırsınız. Tamara, nəhayət, məsələni anladı. Təbrik edirəm. Biz qohumunuzun bağ evinə baxmağa getməliyik. Aşağıda sizi gözləyirik. Yaxşı, indi düşərəm. Renat dedi və lövhədəki düyməni basır, əlaqəni kəsdi. Mənsiz gedin, Dima bildirdi. 2 gündür işə çıxmıram. Axırda məni qovacaqlar. Hətta sənin bağışladığın dəbdəbəli maşına da fikir verməyəcəklər. Sən isə ehtiyatlı ol. Deyəsən o fırıldaqçıya oxşayan vəkil bu Tamaranı qəsdən sənə qoşub. Onlar 20 dəqiqədən sonra aşağı düşdülər. Renat yeni kostyumunu, köynəyini, ayaqqabısını geyinmiş, təzə qalstuğunu taxmışdı. Tamara onu görəndə heyranlıqla başını yırğaladı. Sanki qarşısındakı tamam başqa adamdır. Qadın etiraf etdi. Hətta boynunuz da əvvəlkindən uca görünür. Kostyum sizə çox yaraşır. Əvvəlki paltarlarınızı bir də geyilməyin. İnanın ki, indi daha hörmətli görünürsünüz. Təşəkkür edirəm. Bəlkə bir yerə gedib qəlyanaltı edək. Bəs dostunuz hardadır? Tamara soruşdu. Bugün bizimlə gəlmək istəmir. O, dünənki macəralardan yorulub. Renat yalan danışdı. Dima'nın əlindəki bağlamalarla birlikdə evdən çıxıb həyətdə dayanmış yeni avtomobilə tərəf getdiyini gördülər. O, keçib sükanın arxasında oturanda Tamara Renata tərəf çevrildi. Qadın özünü təhqir olunmuş kimi hiss edirdi. Sanki Renat onun şəxsi pullarını xərcləmişdi. Siz dostunuz üçün də avtomobil almışsınız? Onun səsi titrəyirdi. Tamara'nın əynində tünd rəngli şalvarla pencək və dəbə uyğun flayka gödəkçə vardı. O, çox əsəbləşmişdi. Əgər bu yeni milyarder öz pullarını hara gəldi səpələmək istəyirsə, bunu heç olmasa Tamara üçün böyük faydalı iş əmsalına çevirə bilərdi. Qadın artıq neçə gün idi ki, bu ədəbsizin planları ilə məşğul olur. O isə pullarını dostlarına xərcləyirdi. Bəlkə onların arasında başqa cür dostluqlar. Tamara Renatı gözdən keçirərək fikirləşdi. Arvadından ayrılıb. Bu gömbulu isə özü ilə hər yerə aparır. Bəlkə onun kişilərdən xoş gəlir. O halda mən heç nəyə ümid edə bilmərəm. Gərək soruşub öyrənərdim ki, rəfiqəsi var ya yox. Amma yəqin ki, yoxdur. Olsaydı, dünən onu da dartıb özü ilə bura gətirərdi ki, təzə mənzilini göstərsin. Bu gömbulu bura gətirib və ona maşın alıb. O mənim dostumdur, Renat dedi. Düşündüm ki, ona təzə maşın lazımdır. Dima həmişə öz köhnə avtomobilində məni istədiyim yerə aparıb. Onda aydındır. Tamara özünü gülümsəməyə məcbur etdi. Bu sizin tərəfinizdən böyük alicənablıqdır. Geri gəlmişkən tanış olun. Nikolay və Anzur. Onlar sizin yeni müəssisələrinizdir. Renat dönüb Tamara'nın təqdim etdiyi adamlara baxdı. Onlardan biri hündürboy, əzilmiş burnu və qüvvətli çiyinləri olan kişi idi. Qısa vurulmuş şabaldı saçları, iri əlləri vardı. Görünür, keçmişdə boksçu ya da
güləşçi olmuşdu. İkinci adam boyca birincidən alçaq idi. Möhkəm bədəni, iti və diqqətli baxışları, tünd saçları, nazik bığları vardı. Hər ikisi tünd renkli kostyum giyinmişdi. Səbirlə təqdim olunmalarını gözləyirdilər. Çox şadam. Renat onların əlini sıxdı. Budur. Maşının açarları. O qarajdadır. Anzor açarları alıb qaraja tərəf getdi. Nikolay isə onların yanında qaldı. Renat təəccüblə ona baxdı. Alışmalısınız. Tamara gülümsədi. Bundan sonra onlar daim sizin yanınızda olacaqlar. Cangüdən maşını qarajdan çıxarıb ehmalca onların yanına sürdü. Nikolay qapını açdı. Renat yöndəmsiz şəkildə qapıya toxunaraq içəri keçdi. Bu cür xidmətə öyrəşməmişdi. Tamara maşının arxasından dolanıb onun yanında əyləşdi. Yaxşı maşındır. Onlar yola çıxanda qadın dedi. Doğru seçim etmişsiniz. Bu nüfuzlu dərəcədən olan maşındır. Dünən vaxtınızı necə keçirdiniz? Maşın aldıq, Renat qısa cavab verdi. Elə bu, bir də ki, Çareviçdə şam elədik. Siz həmin klubda şam eləmişsiniz. Qadın təəccüblə ona baxdı. Bu oğlan göründüyü qədər sadəlöv deyildi. Necə idi, bəyəndinizmi? Pis deyildi. Renat qorxdu ki, qadın ondan aşağı mərtəbəyə düşmədiyini soruşar. Elə də oldu. Aşağıya düşmüşdünüz. Tamara dudaqlarını yaladı. Deyəsən, bu mövzuda danışmaq onu çox həyəcanlandırırdı. Yox. Renat yalan danışdığına görə azacıq qızardı. Düşməmişdim. Qadın Renatın yalan danışdığını anladı və bu onun xoşuna gəldi. Oğlan böyük uğurlar əldə edirdi. Bircə günün içində özünə çox gözəl bir maşın və yaxşı geyimlər alıb. Elit kluba baş çəkib, hətta dostuna da maşın hədiyyə edib. Görünür, onun pul xərcləməkdən xoşu gəlir. Bu halda onunla yaxın dost olmaları mümkündür. Ora çox maraqlıdır. Tamara sakitləşmək bilmirdi. Xoşunuza gəldimi? Belə də Renat üzünü çevirdi. Deyəsən bu xanımın orada baş verənlər barədə təsəvvürü vardı. Doğrudanmı o da aşağı mərtəbəyə düşmüşdü? Orada deyirdilər ki, həm oğlan, həm də qız təqdim edə bilərlər. Hətta bunu eşidəndə homoseksuallar haqqında fikirləşmişdi. Bəlkə hər şey daha adidir. Canı sıxılan xanımlar aşağı mərtəbəyə düşür və onların yanına cavan ayğırlar göndərirlər. Qadınlara xidmət göstərən istənilən striptiz barda da hər axşam eyni hal baş verir. Ancaq belə gözəl bir qadın Çareviçin xidmətlərindən istifadə etmədən də özünə adam tapa bilər. O, başını azacıq döndərib Tamaraya çəpki baxdı. Bu qadın hər bir kişinin xoşuna gələ bilərdi. Tamara əlindəki oğluqdan bir neçə sənəd çıxarıb maşında oxumaq üçün Renata verdi. Renat sənədlərlə tanış olarkən Tamara şən halda ona baxırdı. Allah nə üçün məhz beləsini keçir? Axı onda fərqli nə var? Nəyə görə bu qədər pul məhz ona qismət olmalıdır? Tamara bu cür suallara cavab tapa bilmir, ancaq mirasın böyüklüyü onu həyəcanlandırırdı. Bu cavan oğlan sadəcə çox varlı bir insana çevrilmirdi. O, avtomatik olaraq elə şəxslərin sırasına daxil olurdu ki, onlar üçün $1,000,000 xırda pul sayılırdı. Renatın sonralar özünü necə aparacağı Tamara üçün olduqca maraqlı idi. Rubloykovaya yalnız səhərlər gedib axşamlar qayıtmaq olardı. Başqa cür mümkün deyildi. Əks halda uzun avtomobil tıxaclarında ilişib qala bilərdiniz. Baxmayaraq ki, bağ evlərinin yerləşdiyi bütün dünyada məşhur olan qəsəbə ilə Moskvanın mərkəzi arasında məsafə çox azdır. Mühafizə olunan qəsəbəyə 40 dəqiqədən sonra çatdılar. Nikolay keşikçiyə hara getdiklərini izah etdi. Və yalnız bundan sonra
maşın qəsəbənin qapalı ərazisinə daxil oldu. Buradakı evlər ağacların və hündür yolların arasında gizlənən adi 2 mərtəbəli tikililər idi. Bu cür evlərdə yüksək vəzifəli məmurlar və birinci dalxadan olan oliqarxlar yaşayırdılar. Yeni oliqarxlar geniş məlumatlı qonşular istəmiş və öz bağ sahələrini başqa yerlərdən seçirdilər. Üstəlik burada torpaq sahələri kiçik idi və qonşulardan tamamilə təzyiq olunmaq mümkün değildi. Maşın kiçik bir evin qarşısında dayandı. Nikolay cəld düşüb avtomobilin qapısını açdı. Renat pəncəyinin düyməsini bağlayıb maşından düşdü. Uşaqlar bizi burada gözləyin. Tamara Renatın ardınca maşından düşüb mühafizəçilərə dedi. Onlar evə keçdilər. Evin yanlarında 60 yaşlarında bir qadın dayanmışdı. Orta boylu, girdə sifət qadının əynində tünc rəngli uzun plaş vardı. O diqqətlə Renatı gözdən keçirirdi. Özünün ifadəsindən görünürdü ki, yeni sahibin xarici görünüşündən razı qalıb. Sabahınız xeyir, Vera Nikolayevna. Tamara ona baxaraq başını tərpətdi. Bizə evi göstərin. Varis gəlib. Keçmiş sahibin bacısı oğludur. Görürəm. Qadın könülsüz halda dedi. Gedək göstərim. Ancaq baxmalı bir şey yoxdur. Evdən hər şeyi çıxarıblar. Mebel də yoxdur. Təkcə divarlardır. Bir də mətbəx. Renat xatırladı ki, səhərdən yemək yeməyib. Amma heç nə soruşmadı. İmkan verdi ki, Tamara ilə həmin qadın ona evi göstərsinlər. Ev 5 otaqdan ibarət idi. Yuxarıda 3 yataq otağı, aşağıda isə kabinet, qonaq otağı və mətbəx vardı. Otaqlarda mebel yox idi. Təkcə mətbəxdə alman mebeli quraşdırılmışdı. Kiçik otaqların boş divarları adama yaxşı təsir bağışlamırdı. Burada niyə görə mebel yoxdur? Renat soruşdu. Evin daha böyük olacağını gözləyirdi. Kiçik otaqları olan bu sadə ev Rubloyevka haqqında danışılanlara qətiyyən uyğun gəlmirdi. Deyirdilər ki, burada torpağın bir sotu 10 minlərlə dollara satılır. Bəlkə də buradakı evlər torpağın həddən artıq baha olmasına görə qiymətli görünürdü. Bura gələn hər kəs istər-istəməz bir sot torpağın qiymətini xatırlayırdı. Görünür, dayınız burada təmir işlərinə başlamaq istəyirmiş. Tamara izah etdi. Ya da evi satacaqmış. Onlar Moskvaya çox az gəlir. Əsasən İngiltərədə ya da Fransada yaşayırdılar. Bəzən də Kiyevdə. Elə bizim oliqarxlar kimi. Renat başını tərpətdi. Onlar evlərində olmağı xoşlamırlar. Qərbdə yaşamağa üstünlük verirlər. Ora sakit və təhlükəsizdir. Pulu burada qazanır, orada saxlayırlar. Hər şey bütün oliqarxlarda olduğu kimidir. Elə danışırsınız ki, elə bil onların həyatını araşdırmaqla məşğul olmuşsunuz. Tamara zarafat etdi. Məşğul olmuşam, Renat cavab verdi. Mənə tapşırıq verilmişdi ki, yeni ortaya çıxan sərvət sahiblərinin Rubloyevkadakı həyatlarından material hazırlayın. Demək olar ki, hamısı ilk fürsətdə hər şeyi ataraq buradan gedirlər. Tamara susdu. Fikirləşdi ki, bu da çıxıb gedəcək. Belə imkanları varsa, burada qalıb nə edəcək? Sağ olun, Vera Nikolayevna. O qadına təşəkkür etdi. Siz gedə bilərsiniz. Dəyməz. Qadın acıqlı halda cavab verdi. Bəs pulumu kim verəcək? 6 aydır mənə pul vermirlər. Niyə vermirlər? Tamara onu başa düşmədi. Hamıya pul verirlər, sizə yox. Bilmirəm. Vera Nikolayevna cavab verdi.
Mənə heç kim pul vermir. Pul sizin hesabınıza gəlməlidir. Mənim heç bir hesabım yoxdur. Kənddə yaşayırıq. Bizdə hesab filan olmur. Sizə nə qədər borcludurlar? Rinat söhbətə qarışdı. Çox, qadın cavab verdi. Ayda 5000 rubuldan hesablasan xeyli puldur. 6 aydır ki vermirlər. 30.000 rubul. Rinat hesabladı. Demək 1000 dollara yaxın edir. Olsun 1200. Alın 2000 dollar. Mən sizə pulu əvvəlcədən verirəm ki, narahat olmayasınız və işinizə davam edəsiniz. O cibindən pul çıxarıb saydı və qadına uzatdı. Tamara üzünü turşutdu. Yoxlamaq lazım idi ki, o nəyə görə pul almayıb. Bəlkə də onun pulunu başqa yerə köçürüblər. Nahaq yerə belə tələsirsiniz. Zərər yoxdur. Rinat cavab verdi. Qoy sakitləşsin. Siz gedə bilərsiniz. Tamara ucadan göstəriş verdi. Biz özümüz qapını bağlayarıq. Lazım olsanız sizi zəng edərik. Vera Nikolayevna dönüb evdən çıxdı. Hətta aldığı pula görə təşəkkür də etmədi. Fikirləşirdi ki, bu cür dövlətli adamlar pulu vaxtında verməlidirlər. Rinat təəccüblə çiynini çəkdi. O, ağaların kobud rəftarı barədə eşitmişdi. Ancaq birinci dəfə idi ki, belə qəribə bir vəziyyətlə nökərin yekəxanalığı ilə üzləşirdi. Tamara məsələni anlayıb gülümsədi. Belə şeylərə öyrəşməlisiniz. Xidmətçilərlə sərt rəftar etmək lazımdır. Nəzərə almalısınız ki, onlar sizə yalan danışacaq. Sizdən pul qoparmağa çalışacaq, işdən boyun qaçıracaq, riyakarlıq edəcəklər. Həm də sizə elə sizin pullarınıza görə nifrət edəcəklər. Bir sözlə, bunlar bütün qulluqçuların daimi çatışmazlıqlarıdır. Siz onlara ikinci növ adamlar kimi yanaşırsınız. Rinat qeyd etdi. Ola bilər, Tamara onunla razılaşdı. Ancaq pulu mən kəşf etməmişəm. İnsanları, varlı və kasıbları da mən bölməmişəm. Ağalar və nökərlər var. Həmişə belə olub və belə də olacaq. Bir halda ki, sizin bəxtiniz gətirib və siz ağaların siyasına düşmüsünüz, demək, nökərlərlə rəftar etməyi də öyrənməlisiniz. Əks halda onlar sizi aldatmağa və sizdən oğurlamağa başlayacaqlar. Nəzərə alarım. Rinatın fikrindən keçdi ki, Tamaradan özünü hansı sinifə aid etdiyini soruşsun. Lakin başa düşdü ki, bununla onun xətrinə dəyə bilər. Razılaşmaq lazımdır ki, varlıları sevmirlər. Çox varlı olanlara nifrət edirlər. Sizin kimilərdən isə eyni zamanda həm qorxur, həm də kin və nifrət bəsləyirlər. Bu ölkədə hələ də belə hesab edirlər ki, bütün dövlətli adamlar oğru və fırıldaqçıdır. Bütün bunlara adi insan paxıllığını da əlavə edin. Məgər siz miras olaraq milyardlar alıb varlanan çox insan tanıyırsınız? Yaxud da öz çalışqanlığı sayəsində varlanan insanları Rinat atmaca atdı. Birini tanıyıram, sizi. Digərlərinin arasında da zirək və ağıllı olanlar var. Hər şeyi düşündüyünüz qədər də pis deyil, cənab Şəripov. Mənim müdirim də məhz işgüzarlığı sayəsində özünə var dövlət yığıb. Təbii ki, oliqarxların marağını müdafiə edərək. Mənə gəlincə, bu nümunə uğursuz idi. Mən həqiqətən çox böyük bir sərvəti miras olaraq almışam. Ancaq bu miras mənə bir faciə nəticəsində çatıb. Mənim qohumlarım bütöv bir ailə həlak olub. Yoxsa siz bunu da normal hesab edirsiniz? Mən elə demədim. Onlar evdən çıxdılar. Sizinlə danışmaq çox çətindir. Tamara şikayətləndi. Heç cür anlaya bilmirəm ki, siz necə adamsınız. Bir tərəfdən aydın görünür ki, yeni vəziyyətiniz xoşunuza gəlir.
Artıq yeni mənzildə yaşayırsınız. 2 maşın almağa, hətta Careviçə getməyə də imkan tapmısınız. Digər tərəfdən oliqarxları heç sevmirsiniz. Bu cür nifrət hardandır? Axı sizə dedim ki, onların həyatını kifayət qədər öyrənmişəm. Renat izah etdi. Etiraf edim ki, onlar məndə heç bir xüsusi heyranlıq oyatmayıblar. Onlar xüsusi qrup insanlardır. Arsız, vicdansız, prinsipsiz. Onlar üçün pul hər şeydir. Onların idealı, inandıqları qüvvə, onların yeni dini, onlar hətta həmin pulu xərcləməyi də bacarmırlar. Sahib olduqları standart şeylərdir. Evlər, villalar, yaxtalar, maşınlar, bahalı məşuqələr. Ağıllarına başqa bir şey gəlmir. Yalnız bəziləri yaradıcı insanlara himayəçilik göstərir. Bunu da ona görə edirlər ki, öz heysiyyətlərini təmin etsinlər. Həmişə fikirləşirəm ki, Londonda oturub Triumf mükafatını maliyyələşdirən bir nəfər, bədnam bir oliqarx nə barədə düşünür? Ölkənin ən hörmətli insanları onu özündən az hörmətli olmayan başqa insanlara təqdim edir. Hamısı da yaxşı bilir ki, həmin pulu kim və nə üçün verir. Amma bircə nəfər də o mükafatdan imtina etmir. Bircə nəfər də 50.000 dollar şeytan tələsi. Heç kim özündə o qədər puldan imtina etmək üçün güc tapmır. Siz üstəlik əxlaq tərəfdarısınız. Tamara fikirli halda qeyd edib maşına oturdu. Renat keçib onun yanında əyləşdi. Bəlkə bir yerə gedib qəlyanaltı edək. O təklif etdi. Əlbəttə gedək. Tamaranın qanı qaralmışdı. Renat tamam başqa insan idi. Bu cavan oğlan onu Yosif Borisoviçdən almayacaq və ona ağlasılmaz məbləğdə pullar verməyəcəkdi. Onun başı bu cür axmaq radikal fikirlərlə doludur. Bütün dünyada jurnalistlər bir-birinə bənzəyirdi. Biraz solcu, hər cür xurafatdan uzaq və müstəqil. Tamara artıq neçənci dəfə idi ki, mirasın məhz bu cavan oğlanın payına düşməyinə təəssüflənirdi. Ancaq başqa biri də yox idi. Qadın ümidlərinin doğrulmayacağını anladı və kök sütürərək məqsədindən əl çəkdi. Hər halda bu anarxisti bütün işlərlə tanış etmək məsələsində lazımlı adam ola bilərdi. Yolüstü qəlyanaltı edərik. O, bir qədər Renatdan aralanıb təklif etdi. Burada hər cür kafe var. Məncə, bir dəfəlik nahar etsək daha yaxşı olar.